Salam, hörmətli izləyicilərim, hər vaxtınız xeyir olsun. Hörmətli izləyicilərim, 8 sota yaxın torpaq sahəsi, 2 mərtəbə və həyətdən də görsəndiyi kimi çox ideal, özü üçün tikili bir həyət evini göstərəcək. Evimiz 8 sota yaxındır, qiymət isə 139 min manatla satışa çıxarılır. Real alıcıya da ev sahibi tərəfindən real qiymət endirimi olunacaq və qismən əşyalıdır. Bir daha qeyd edirəm ki, şəxsi tikili görürsünüz ki, rahat şəkildə həyətinə maşın daxil ola bilir və həmçinin ayaq qoyulacaq. Yəni bütün hissələr tam olaraq döşəmə daşdandır. Həmçinin belə digər hissələrini keçib videonu çox uzatmağın adı yoxdur. Əldamısı, hamam sanuzeli və həmçinin balon banka yığmaq üçün müəyyən yeri var. Və bunu da deyim ki, siz təsəvvür eləyin ki, buranın yay halı, yəni bir ay sonraki vəziyyəti nə cür olacaq. Maşallah olsun, həyətdə müxtəlif meyvə ağacları və gördüyünüz qədər hər biri gəncdir. Bu hissədə bağdır, yəni istədiyiniz kimi əlavə ağac da əkə bilərsiniz. Gül çiçək də əkə bilərsiniz. Yəni təbii ki, öz istəyinizdən irəli gəlir. Bu isə evimizin öndən olan görüntüsüdür. Bütün pəncərələr öz həyətinə baxır və bir daha qeyd edirəm ki, 2 mərtəbə, 6 otaq. 2 mətbəxi var, 2 hamam sanuzeli var evin daxilində və 6 otaqlıdır. Solda sanuzel, digər hissədə əldamısı və həmçinin başda, sonda isə balon banka yığmaq üçün düzəldilmiş bir hissədir. Bax, ayaq qoyulacaq hər bir yer isə tamamilə döşəmə daşdır. Həqiqətən çox gözəl və çox ideal bir evdir. Kim özü üçün şəxsi tikili, yəni bilirsiniz də, hörmətli izləyicilər, hələm bu sotda ev düşmür və tam şəkildə hazırdır ki, sadəcə gəlirsiniz, halallaşırsınız, köçürsünüz, yaşırsınız. Sənədimiz bələdiyyədir və üzərinə düşüb, yəni köhnə bələdiyyələrdəndir, kupçasını ala bilərsiniz. Baxın, evimiz 4 bir tərəfdən hasarla örtülüb, istilik sistemi kombidir. Baxın, istəsəz də burada gələcəkdə kababxanadır, nə bilim, setkadır, nə istəsəz əlavə eləyə bilərsiniz. Yəni, təbii ki, öz istəyinizdən asılı. Tək bu hissəyə, hörmətli izləyicilər, ev sahibinin 6000 manata yaxın xərci çıxıb. Həqiqətən çox gözəl, huzurlu və ideal bir evdir. Bax, burada ayaqqabı falan nəsə, xırda əşyaları saxlamaq üçün yer nəzərdə tutulub və həmçinin birinci mərtəbədə daxil olarkən, baxın, evimiz istilik sistemi tam olaraq birinci mərtəbə istipoldan ibarətdir və görürsünüz ki, tam təmirlidir. Yəni, evdə əlavə olaraq heç nəyə ehtiyac yoxdur. Bu, birinci mərtəbədə yerləşən qonaq otağı, dairəvi, qoşa daş, beton, kəmər hər biri yüksək səviyyədədir və qismən əşyalıdır. Üzbözündə bir yataq otağı və hörmətli izləyicilər, sondakı otağı göstərməyəcək, çünki ev sakinləri var. Yəni, ona görə üzürlü sayasız. Baxın. Bir daha qeyd edirəm ki, qiymətimiz 139 min manatdır və 139 minə Ramanı, Gülçülüyə gedən yol cəmi asfaltla, belə deyim, avtobus dayanacağı ilə, avtobus xətti ilə məsafəsi cəmi 200-250 metr, yəni ancaq olar. Şəxsi tikilidir və görürsünüz ki, hal-hazırda mətbəximiz tamamilə kermogranit və istipoldur. Ümumiyyətcə, birinci mərtəbə istipoldur. İkinci mərtəbədə isə radiator quraşdırılıb, yəni radiator tərəfindən isinir. Bu isə birinci mərtəbədə hamam sanuzel. Görürsünüz ki, olduqca genişdir. Qiymət 139 min manat. Niyə qiyməti tez-tez vurğulayıram, hörmətli izləyicilər? Çünki həqiqətən hal-hazırda bu torpaq sahəsində bu cür ev bu qiymətə yoxdur. Yəni, indi kimsə fikirləşər ki, sənəd belədir, sənədsizdir, ona görədir. Hörmətli izləyicilər, yəni qeyd edək ki, bu ərazidə %98%, yəni öz evimdə, hamı bilir ki, Raman ərazisində yaşayıram. Bizdə də yəni sənəd bələdiyyədir. Yəni yaşayış varsa, kim istəməz ki, təbii ki, tam mülkiyyət çıxarışa sahib olsun. Yəni ərazi budur. Heç kimlə, yəni durub da tələsib, nəyim sənədimi düzəldim, neyim, belə bir söhbət etmir. Yəni hamı dövlətimizin verəcəyi zamanı gözləyir. Bu isə ikinci mərtəbədən görürsünüz ki, həyət olan hissənin görüntüsü və istəsəz gələcəkdə bu hissəni tamamilə cam balkon edə bilərsiniz. Yəni şəraitimiz var. Əsas gözəllik hissədadır. Bax, buranın girişindədir. Geniş qonaq otağı və həmçinin gördüyünüz qədəri paduqa hissəsi, arko hissəsi çox kreativ və fərqli görüntü verir ki, evə bunu da hal-hazırda video arxasından görürsünüz. İstilik sistemi təkrar vurulam ki, radiatordan isinir. Bax, özüm bilən bilir də, istəyirsən deyiləm. Amma yəni, razılaşan müştərindən birini yoxlayacağım. Yəni, hamısı 60-70 ilin yeni içkiləri də belə də qeyd eləyək. Və ikinci mərtəbədə isə hörmətli izləyicilər, 2 yataq var, bir də ki, gördüyünüz kimi geniş qonaq otağı.
Yəni təzədən birinci mərtəbədən ikinci mərtəbəyə nəsə əşya qaldırmağa ehtiyac yoxdur. Nə bilim, çayımı birinci mərtəbədən əziyyət çəkim deyil. Yəni görürsüz ki, burada da mətbəxi var. Yəni qısaca desək mini bardır. Bu isə sonuncu ikinci mərtəbədə yerləşən yataq otağımız. Bir daha qeyd edirəm hörmətli izləyicilər. Evimiz yerləşir Ramanı Gülçüləyə gedən yolda. Dəyirman deyilən ərazi. Avtobus dayanacına cəmi 200-250 metr məsafədə. Şəxsi tikili 8 sota yaxın torpaq sahəsindədir. 2 mərtəbə 6 otaq, birinci mərtəbə tamamilə istipol, ikinci mərtəbə isə radiatorla isinir və qismən əşyalı satılır. Qiymətdə isə təcili satıldığı ilə əlaqəli təbii ki, ev sahibi ilə dialoq arasında, yəni yəqin ki, razılaşacaqsınız. Amma bunu bildirim ki, hə, bu evin qiyməti nədir ki, yəni 139 minə paylaşsın? Hal-hazırda gündəmdə bu evin qiyməti 180-190 min manatlıq evdir və bazar qiymətindən 30-35 min manat aşağısına sizə yəni təklif olunur. Yenə də gəlib ev sahibi ilə danışıq aparmaq mümkündür. Siz də hörmətli izləyicilər, evinizi, mənzilinizi, torpağınızı satmaq istəyirsinizsə, səhifədə qeyd olunan hər 3 nömrənin biri ilə əlaqə saxlamağınız tövsiyə olunur. Əlaqə saxlayın ki, gəlib çəkib satışında köməklik görsünək. Ətraflı məlumat və həyət evinə baxış üçün mütləq səhifədə olan nömrələrlə əlaqə saxlayın.